Herkes salam dostlarım, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə nə edirik? Yeni bir video çəkirik. Videomuz boy apası incələmə videosu olacaq. Deməli, görək bu boy apasda nə yaxşıdır, nə pisdir. Onu incələyəcəyik. Video keçməməzdən öncə kanalıma like atıb abunə olmağı və bildirimləri açmağı unutmayın ki, videolardan xəbərdar olarsınız. Bu arada editlər düzəldən necədir, onları da like atın və mənə yorumları yazın ki, kəşfət düşsün. Deməli, dostlarım, devam edirik. Dostlar, pasımızdan devam edək. Buna ən başa geç. Gördüyünüz kimi belə bir qız kostümümüz var. Üstü, altı, ayakkabısı, başı. Bu belə. Biraz ileri getdiyimizdə. Deməli, level 30'da belə bir kaykayımız var. Bu çox süperdir. 20'də belə bir maşınımız var. Qəşəydir. Level 40'da belə bir bombamız var. Çox süper bombadır yəni. Level 50'də level 50 hara getdi? Belə bir avatarımız, belə bir silahımız var. Uy, bu Deagle da çox süperdir. İnşallah buna ömürlük tək atarıq. Level 60'da belə bir tavamız var. Level 70'də bir dənə short. Ücretli qismda bir ədəd də çantamız var. Level 80'da loot sandığımız. Level 90'da ifadəmiz. Və level 100'də də belə bir kostümümüzün altı, ayakkabısı, papağı, köynəyi çox super kombinlənə bilər. Belə dostlarım, bu pasımızı incələdik çünki çox qısa oldu. Çünki hamı incələyib, artıq hamı bilir. Bəli dostlarım, videomuz bura qədər idi. Ümid edirəm ki, xoşunuza gəldi. Video like atıb kanala abunə olmağı unutmayın. İnşallah boya pası indi incələdik. Elmasımız olanda da boya pası açma videosu gələcək. Sağ olun, var olun. Özünüzə yaxşı baxın. Sağ salamat.